Dostlar salam. Bu günlər mən sizə ingilis dili qrammatikasında çox vacib bir mövzu olan zaman formaları haqqında məlumat verəcəm. Zaman formaları əsasən abituriyentlərin çox böyük çətinlik çəkdiyi, ümumiyyətcə feil əslində qalsa ingilis dilinin əsasını təşkil edir. Zaman formaları isə feilin ana xəttini özündə təşkil edir. Zaman formaları cümlə quruluşunda, istənilən cümlə quruluşunda bizə lazım olan demək bir faktordur və biz ona görə ingilis dili qrammatikasında zaman formalarına xüsusi diqqət yetirməliyik. Test tapşırıqlarında da çox asanlıqla həll eləmək üçün zaman formalarına xüsusi bir diqqət, xüsusi bir yanaşma verməliyik. Ümumiyyətcə tək ingilis dilində deyil, Azərbaycan dilində və digər dillər qrupunda da zaman anlayışı 3 əsas formada təşkil olunur. Keçmiş var, indiki zaman var və gələcəyimiz var. Hamı demək 3 əsas zaman formasında həyatını yaşayır. Keçmiş, indiki zaman və gələcək zaman. Və bu üç zaman formasının da özünə məxsus xüsusi qruplaşmaları var. Biz Azərbaycan dilində adi bilirik ki, zaman formalarında məsələn, səhv eləmirəmsə, keçmiş zamanda 2 cür forması var. Şühudi keçmiş zaman var, nəqli keçmiş zaman var. Gələcək zamanda var qəti gələcək zaman və qeyri-qəti gələcək zaman. Yəni görürük ki, növləri çoxdur. Hələ ki, ingilis dilində bu əlbəttə ki, bölgülər çox olduğuna görə ingilis dilində bu daha çox özünü göstərir. İngilis dilində zaman formaları, davam edici zaman formaları var, sayılı zaman formaları var. Bitmiş zaman və bitib davam edən zaman formaları var. Bu zaman formalarına ayırarıq da incəliyə baxaq. Lakin əvvəlcə ümumi zaman anlayışını özümüzə bir demək, belə deyək ki, tərif kimi verək. Ondan sonra başlayaq lazım olan hissələrə keçməyə. Yerə üç yerə bölünür zaman. İndiki zaman hal-hazırda olan zamandır. Keçmiş zaman, indiki zamanla keçmişdə baş verən hərəkətləri bildirən zamandır. Gələcək zaman isə baş verəcək hərəkətlər məsul olan gələcək zaman. Başlayaq. İngilis dilində çox asan zaman formalarından biri və ilk baxışdan tez bir zamanda anlayacağımız zaman formalarından biri məhz davam edici zaman formalarından olan indiki zaman davam edici zaman formasıdır. İndiki zaman davam edici forması hal-hazırda danışdığım anda baş verən hərəkətləri bildirir. I'm speaking. Mən hal-hazırda danışıram. You are listening. Siz hal-hazırda dinləyirsiniz. Yəni ki, hal-hazırda danışıq getdiyi anda baş verən hərəkət, real hərəkət, bu hərəkətlər indiki davam edici zamana aiddir. Now onun ən demək birinci demək göstəricisidir. He is walking cümləsinə baxırıq, görürük, mən danışıram, mənim danışdığım müddətdə o hələ də gəzməyə davam eləyir. Mən hal-hazırda danışıram, o da hal-hazırda gəzir. İki hərəkət eyni vaxtda indiki zamanda baş verərsə, bu hərəkət davam edici zaman adlanır. He is exercising. O idman edir. Yenə də həmən kimidir. Mən sizə ingilis dilinin qrammatikasını anlattığım vaxtda o idman eləməklə məşğuldur. Ona görə he is exercising, o idman eləyir. İndiki davam edici zaman formasını düzəltmək üçün to be üzərinə feil, üzərinə ing formasını gəlirik və düzəldirik məhz davam edici zaman forması. Is walking. Burada to be-ni bilirik ki, formaları var. Am var, is var və are. Am birinci şəxsin yalnız təki üçün xarakterikdir. Is üçüncü şəxsin təki üçün xarakterikdir. Digər you, we, they demək olur bizdə are ilə əvəz olunur. Yəni to be-nin formaları A-dan istifadə olunur. O üçüncü şəxsdə olduğu üçün məsələn he is walking deyə bilərik. He is exercising. O idman edir. Bu qədər asan, bu qədər sadədir. Present simple. Present simple nədir? İndiki zamanda bizdə vərdiş halın
vardiş halını daha doğrusu almış hərəkətlərdir. Belə deyək, gündəlik yaşam tərzimizdir bizim. Baxırıq. Present simples o zaman formasıdır ki, biz bu zaman formasını keçmişdən bu günümüz və gələcəyimizə də edəcəyimiz hərəkətlərdir. He walks to work. O işə gəzə-gəzə gedir. Əsasən, yəni walk gəzmək mənasındadır. O işə gəzə-gəzə gedir. Yəni bu deməkdir ki, belə deyək ki, yəni açıqlamağı bu cür verir. Ola bilsin ki, onun işi evinin 2 addımlığındadır, belə deyək. O keçmiş zamanda da işinə, o eyni iş yerində işləyir. Keçmiş zamanda da işə ayağıyla gedib, indiki zamanda da ayağıyla gedir. Gələcəkdə də bu cür işə gedəcək. Ona görə vərdiş halını almış hadisələr və bizim bugünkü günümüzə uyğundursa əgər biz həmən bugünkü gündə də yəni həmən işi icra eləyiriksə, bu zaman biz verə bilərik present simple, yəni indiki sadi zaman formasını. He exercise. O idman edir. Keçmişdə, bu gündə, gələcəkdə. Yəni o idmançıdır və yaxud da o çəkisini azaltmaq istəyir və yaxud da formada qalmaq istəyir və sair kimi səbəblər göstərə bilərik. Yəni əsas fakt odur ki, onun yaşam tərzi içərisində idman var. Ona görə biz his exercise deyə bilərik. He is sleeping, he exercise. He is sleeping o deməkdir ki, o hal-hazırda bu dəqiqə yatır. Amma he exercise ola bilsin ki, bu dəqiqə hal-hazırda idman eləmir. Ola bilər ki, bu dəqiqə o, yəni elə burada da görürük ki, o yatır hal-hazırda, idman eləmir ki. Amma fakt olaraq bizim reallıqda bilirik ki, onun vərdiş halını almış hadisələrdən biri də nədir? Əlbəttə ki, idman eləməkdir. I walk, you walk, he walks, she walks. Üçüncü şəxs təkində feilin sonuna s şəkilçisi əlavə olunur. Bu cəm şəkilçisi deyil. Bu şəxs şəkilçisidir. Üçüncü şəxsin təkinə indiki zamanda aiddir. Keçmiş zamanın davam edici zaman formasına baxırıq. İnanıram ki, o 2 dənə zaman formasında elə bir çətinlik olmadı. Bu əsasən giriş xarakterli slaydımızdır. Ona görə biz əsas slaydımız zaman formalarının çox geniş zaman zərfləri ilə uzlaşma ilə bağlı digər slaydımızı sizə növbətlərsə təqdim edəcəyik. Keçmiş zaman davam edici zaman forması o zaman formasıdır ki, bu zamanda hadisə demək, keçmişdə müəyyən bir müddət ərzində davam edir. Cümləyə baxırıq. He was walking when it started to rain. Yağış yağmağa başlayanda gəzirdi. 2 hərəkət keçmişdə baş verdi. İkisi də üst-üstə düşdü. Ona görə davam edici zaman hərəkəti. Bir hərəkət digər hərəkətə nəzərən davam eləyirsə, yəni çox tərif verə bilərik. Sadəcə olaraq gəlin izahına baxaq bunun. O evdən çıxır, evdən çıxanda hava tutqun ola bilər. Yağış yağma ehtimalı ola bilər. Yağış yağmır amma o evdən çıxanda. Və yolla gedərkən işə gedir, həkimə gedir, dostunla görüşə gedir və s. Fərqi yoxdur. Yolda gedərkən birdən yağış yağır. Bəli, yağış yağmaqla onun gəzməyi eyni anda baş verdi. Eyni zaman kəsiyində baş verdi. Ona görə də o yağış yağanda o gəzirdi. Bu əsasən budaq cümləsində verilir. Mürəkkəb cümlədə verilir və mürəkkəb cümlədə mütləq ki, əsas demək zaman dəyişiminə uğrayan forma məhz baş cümlədir. Budaq cümləni deyəcəyik və indən sonra heç vaxt daha doğrusu işlənir, amma əksər zamanlarda işlənmir. The past progressive keçmiş zamanın davam edici formasının demək müəyyən bir zaman, dəqiq bir zamanda baş verən hərəkətdə keçmişə aid olarsa, biz onu da past progressive və ya da past continuous zaman formasında işlədə bilərik. Bu da progressive yazılıb, yəni davam edici forması. Bizdə qrammatika kitablarında əsas continuous verilir, yəni eyni şeydir. He was sleeping at 3. Saat 3-də yatırdı. Ola bilsin saat axşam saat 8-dən yatıb, ola bilsin 10-dan yatıb, 12-dən yatıb və s. Fərq eləməz. Fakt odur ki, saat 3-də yatırdı. Tərcüməsinə baxırıq. Irdı, məsələn, ır üstü 4 üzərinə gəlirik. D üstü 4. Oxuyurdu, yazırdı, baxırdı, yatırdı. Baxırıq burada, saat 3-dən əvvəl girib yerinə, saat gəlir, düz 3-ün üstündə dayanandan sonra da yatır. O deməkdir ki, deyil ki, saat 3-də oyanır. Xeyr, 3-dən sonra da hərəkət davam edir. Budur bunun məntiqi ki,
Yəni keçmiş müəyyən bir keçmişdə müəyyən bir müddətdən başlayır ta ki digər zaman göstəricisindən müddətində də yatır və yaxud da hərəkət davam edir, belə deyək. Üzərinə demək, bunun da strukturunu göstərir. To be'nin formaları to be'nin üzərinə gəlir. Fail üzərinə gəlir ing, was walking, bilirik keçmiş zamanda to be'nin formaları was və were, was təklər demək birinci şəxsdə və üçüncü şəxsdə və cəm halında isə were işlənir. In the present progressive, keçmiş demək zamanın davam edici forması ilə in the past progressive. Üzr istəyirəm, belə yerlərini səhv saldım. Demək, indiki zaman forması ilə davam edici formasının keçmiş zamanın davam edici formasının arasında fərq nədir? İndiki zaman davam edici forması hal-hazırda baş verən hərəkəti bildirdiyi halda, keçmiş davam edici zaman keçmişdə baş verib davam edən hərəkətləri bildirir. Bu qədər asandır. Tərcüməsi Azərbaycan dilində keçmiş zamanın davam edici forması ır üstü 4 şəkilçisi ilə tərcümə olur. Mən oxuyuram, yazıram. Amma keçmiş zaman davam edici forması ır üstü 4 üzərinə gəlir d. Yəni d üstü 4 şəkilçisi ilə oxuyurdu, yazırdı və s. Keçmiş zamanın sadə forması. Past simple zaman forması o zaman formasıdır ki, keçmişdə baş verir, keçmişdə adət halını alır, keçmişdə qeyri-müəyyən zamanda baş verir, bilinməyən, qeyri-müəyyən yəni bilinməyən, naməlum bir vaxtda baş verir və indiki zamanla əlaqəsi yoxdur. He walked to school. O məktəbə gəzə-gəzə gedirdi. Bu cümlədən bu cür məntiq çıxarmaq olar ki, o məktəbi qurtarır. Ya o universitetdə oxuyur, ya o ümumiyyətcə məktəbi qurtarır və o məktəbə adəti üzrə gəzə-gəzə gedirdi. Və yaxud necə işi yaxın dediksə, belə fikirləşir ki, məktəb onun evinin çox yaxınlığında yerləşir. Ona görə məktəbə gəzə-gəzə gedirdi, adət olaraq. Keçmişdə baş verir, indiki zamanla əlaqəsi olmur. Raven flew to Edgar's house. Qarğa Edgar'ın evinə tərəf uçurdu, belə deyək. Bəli, bu cümlədə də heç nə. Keçmişdə oldu, bitdi, bilmirik nə vaxt oldu bu hadisə, bilmirik necə oldu bu hadisə. Sadəcə olaraq onu bilirik ki, qarğa keçmiş hər hansı bir vaxtda uçdu. Sadə olaraq bir baş verdi, bitdi bir hadisədir. Nə onun nəticəsini görürük, nə onun davam etməyini bilirik, nə onun dəqiq vaxtını bilirik, bu qədər asandır. The fox ran away an hour ago. Ümumiyyətcə, zaman zərflərində çox geniş şəkildə digər slaydımda qeyd eləmişəm. O slaydda görəcəksiniz. Ago, yesterday'dir və digər demək zaman zərfləri var ki, bu zaman zərfləri bir qayda olaraq keçmiş zamanın sadə formasından past simple-dan işlənir. The fox ran bir demək tülkü bir saat əvvəl ago ilə işlənir. Bir saat əvvəl uzağa qaçdı, harasa qaçdı, belə deyək. Düzəlmə qaydası iki cür əslində qaça düzəlilir. Qaydalı feillər var ingilis dilində, qaydasız feillər var. Bunları da öyrənəcəyik inşallah. Qaydalı feillər o feillərdir ki, sadəcə olaraq sözün feil üzərinə gəlir idi və bu şəkilçi gəlir və yaranan demək feil indiki zamanın sadə formasını yaradır. Walk, walked. Irregular verbs qaydasız feillər kökündən dəyişir. Fly gördüyünüz kimi feili flew ilə əvəz olundu. Run feili ran-la əvəz olundu. Keçmiş zamanda kökündən dəyişdi. Gələcək zamanın davam edici forması o zaman formasıdır ki, gələcək müəyyən bir müddətdə baş verməkdə olacaq hadisələri bildirir. Bu cür başa salaq. İndi daha asan demək başa salaq. He will be walking when it starts to rain. Yağış yağmağa başlayanda gəzməkdə olacaq. Belə deyək ki, evdən məsələn çıxanda baxıram ki, hava yağışlı, tutqundur daha doğrusu, tutqun görsənir, yağış yağma ehtimalı çox böyükdür görürəm. Deyirəm ki, məsələn, o yolda olanda yağış yağacaq. Və yaxud da bunun belə tərcüməsini ya da he will be walking, yağış yağanda gəzəcək. Bu qədər sadə tərcüməsi var. Gəzməkdə olacaq, daha əsas başa düşmək üçün. Gəzməkdə olacaq, oxumaqda olacaq, yazmaqda olacaq. Bu cür tərcümə versək, daha asan başa düşəcək. Yağış yağanda
eyni vaxtda gələcəkdə baş verən iki hərəkət üst-üstə düşdü. Görürük ki, ona görə də müqayisə aparanda ikisi də eyni bir vaxtda baş verib deyənə tez gələcək zamana aid olduğu üçün də verir məhz gələcək zaman forması. Biz deyə bilərik ki, nə üçün burada məsələn he was walking olmalı? Çünki burada zaman əlaqələrinin uzlaşması var. He was walking when it started. Started ed ilə olmalı. To rain. Əgər məsələn yağış yağanda o gəzməkdəydi. Gəzirdi, belə deyək. Yəni zaman uzlaşmalarının hər birində mən əsas slaydımda verəcəm. Baxırıq, o evdən çıxır, yoldaykən gələcək zamanda yağış yağır. Bu bir yəni fərziyyə kimi verə bilər. Bu hadisələr olmayıb olacaq deyə düşünülür. Will be sleeping at 3. Saat 3-də o demək yatmaqda olacaq. Biz bilirik ki, yəni deyir ki, belə deyək ki, saat mənə deyir ki, qardaşına deyərsən saat 3-də gələr. Məsələn, kimsə mənə deyir, qardaşıva deyərsən saat 3-də gələr. Mən deyirəm, yox. He will be sleeping at 3. O saat 3-də yatmaqda olacaq. Mən artıq onu olmayıb hadisə, amma onu təxmini dəqiqləşdirib deyirəm ki, saat 3-də bu hərəkət olacaq. Dəqiq bir vaxt. Dəqiq bir vaxt. Bu saat at 3. Dəqiq bir vaxt verilərsə, biz burada gələcək davam edici zaman formasını da işlədə bilərik. Saat 3-dən əvvəl yerində olur, ta 3-də bitmir hərəkət. Bəli, bitmir hərəkət, bunda yatacaq. 3-dən sonra da yatır, davam edir. Ta istəyir səhərə kimi ya da sonraya kimi. Düzəlmə forması will be, shall be, üzərinə gəlirik verbs, üzərinə gəlirik ing, will be walking. Future simple, gələcək zamanın sadə forması. Gələcək zamanın sadə forması o formadır ki, gələcək zamanda qeyri-müəyyən bir vaxtda baş verəcək hərəkətləri bildirir və indiki zamanın əlaqəsi olmur. He will walk home. O evə gəzə-gəzə gedəcək. Biz bilmirik nə vaxt gedəcək, amma bir onu bildik ki, hadisə gələcəkdə baş verəcək. Bu cür hadisələri bildirmək üçün he will exercise, o idman eləyəcək. Bunu da bilmirik, qeyri-müəyyən bir vaxt olacaq. Yəni onun da zaman zərfləri var əslində qalsa. Ən birincisi məsələn tomorrow deyə bilərik ki, məsələn tomorrow görən kimi avtomatik olaraq biz rahatlıqla gələcək sadə zaman formasını qeyd edə bilərik. Ona görə test tapşırıqlarında çox asan olacaq. Çünki zaman zərfləri bir növ ən gözəl, ən rahat açardı zaman formalarında test tapşırıqlarını tapmaq üçün. Will plus verb will walk gəzəcək. Burada bir nüansı toxunaq. Əlbəttə çox vacib əslində qalsa bir hissədir. Düzdür, bunların hamısını mən digər bölmələrdə də qeyd eləmişəm. Daha doğrusu eləyəcəm. If the, when the, whether the, before the, after və s. kimi ümumiyyətcə bir çox zaman bağlayıcıları var. Ondan sonra gələn, bu bağlayıcılardan sonra gələn budaq cümlələrində heç bir zaman gələcək zamanın sadə forması işlənməz. İşlənməz gələcək zamanın demək gələcək zaman forması. Burada yazılıb never use future tense in an adverb clause. Zərflik, yəni budaq cümləsində baxırıq. If şərt budaq cümləsidir. Future tense də tək future simple yox, future tense. Ümumiyyətcə, future gələcək zaman formaları nəzərdə tutulur burada. Yəni, bilək ki, mənasında düzdür. Məsələn, biz deyə bilərik ki, axı, mənasında burada gələcəkliyi var. Amma düzdür, mənasında tərcümədə gələcək olsa belə, biz burada mütləq sadə zaman formasından istifadə eləməliyik. He will come home when it starts to rain. Yağış yağmağa başlayanda o evə gələcək. Görürük, yağış hələ yağmayıb, düzdür. Amma bu deməkdir ki, bu demək daha doğrusu demək deyil ki, biz orada verməliyik gələcək sadə zaman formasını. Xeyr, biz burada verəcəyik indiki zaman present simple tense formundan istifadə edəcəyik və ona görə ki, bu budaq cümlədir və özündən əvvəl bağlayıcısı var. Present perfect zaman forması, bitmiş zaman forması. Bitmiş zaman forması haqqında inşallah növbəti slaydımda danışacağım. Biraz istirahat verək, fasilə verək. Növbəti slaydımızda inşallah mən bitmiş zaman formalarında tez, qısa şəkildə sizlərə izah edəcəm və indiki slaydımıza inanıram ki, video paylaşımımıza inanıram ki, rəylərinizi bildirəcəksiniz və zaman formalarının ən azından təməlini, biz hələ təməl tökürük əslində qalsa zaman formalarına, təməlini
necə öyrəndiniz deyə inanıram ki, şərhlərinizdə bildirəcəksiniz. Özünüzə yaxşı baxın. Növbəti slaydda görüşərik. Sağlıqla qalın.